Gözümüz aydın. İctimai nəqliyyatda qiymət artdı. Ayna deyir ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişin daşıma xidmətinin davamlılığını təmin etmək və dövlət proqramında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədi ilə tariflərin tənzimlənməsi ilə bağlı qərar qəbul edildi və yeni tariflər təsdiqləndi və beləliklə metro nəqliyyatında sərnişin daşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik oldu. Əziz tamaşaçılar, eyni zamanda da avtobus marşrutlarında da sərnişin daşıma xidmətinin tarifinin aşağı həddi məsafədən asılı olaraq dəyişir təbii ki, qiymətlər 60 qəpik müəyyənləşdirilib, amma yəni elə yerlər var ki, orada 80 qəpikdə, 70 qəpikdə, 90 qəpikdə ola bilər və bu tariflər oktyabr ayının 1-dən qüvvəyə minəcək, yəni cəmi bir gün vaxtımız var sabah. Oktyabrın 1-dən isə, əziz dostlar, 60 qəpik verib həm avtobusa, həm də metroya minməliyik. Yeni tariflər Bakı şəhərinin inzibati ərazisi daxilində, şəhər daxili, şəhər ətrafı və qəsəbələr arası avtobus marşrutlarında gediş haqları yalnız nağdsız ödəniş alətləri vasitəsilə həyata keçirilən, habelə elektriklə və ya sıxılmış təbii qazla işləyən avtobuslara şamil ediləcək deyə xəbərlərdə qeyd olunur. Bu dəyişiklik ilkin mərhələdə paytaxtın sözü gedən tələblərə cavab verən mövcud marşrut şəbəkəsinin təxminən 30%-ni əhatə edəcək. Tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq.